yoldaşlar, əziz həmkarlar, hər birinizi salamlayıram, xoş gördük. Başda Abrasiya Tərcümə Mərkəzinin rəhbəri Nərmin xanım, Əfsanə xanım və bütün tələbələri, Tələbə Həmkarlar İttifaqının sədri, hər birini salamlayıram ürəkdən. Düşünürəm ki, karyera hər birimizin həyatında ən önəmli, ən dəyərli vacib amildir. Biz insanlar hər zaman başlayanda bir xəyal ilə başlayırıq və xəyal ilə getməyə başlayırıq. Elə zaman olur ki, biz o xəyala qapılırıq, amma o xəyal üçün plan qurmuruq. Plan qurub o xəyal üçün çalışmırıq. Və problem də budur. Biz həmin xəyalın altında bir məqsəd qoymalıyıq və həmin məqsədin altında bir plan olmalıdır. Plansız nə qədər getmək olar? Plansız getmək olarmı? Xəyal ola bilər. Hər birimizin xəyalı var, amma plansız getmək olar, əlbəttə ki. Karyera ən vacib amildir insan həyatında. İnsana, həyatına vaciblik qatan bir amildir karyera. Karyerasız, siz təsəvvür edin, bir insanın məqsədi yoxdur, bir insanın düşüncəsi yoxdur, bir insanın karyerası yoxdur. Onunla necə yola getmək olar? Onunla necə danışmaq olar? Onunla necə fikirləşmək olar? Onunla necə fikir bölüşmək olar? Necə? Heç cürə. İnsanın intellektual zəkası, insanın emosional zəkası inkişaf eləməsə, biz ondan yola gedə bilmərik. Bizim hamımızın bu auditoriyada olmağının səbəbi nədir? Biz hamımız bir-birimizi anlayırıq. Hamımız eyni məqsədləri bölüşürük. Və bu gün burada oturursunuzsa, sizin onsuz da məqsədiniz var, sizin onsuz karyera yolunda addımınız var, əgər buradasınızsa. Və biz burada birlikdə daha da onun sistemli hala, daha da onun maraqlı formada bir situasiyaya gətirəcəyik. Daim mən həmişə nəyi deyirəm öz çıxışlarımda? İnsanların problemi odur ki, insanlar çox məqsədsizdirlər. Və insan məqsədsiz olanda insan biganə olur. Və biganə insan da yaxşı insan demək deyil. İnsan biganə olmamalıdır. İnsanın məqsədi olmalıdır. İnsan deməlidir ki, mən bu həyatda nəyə görə yaşayıram? Mən bu həyatda nə etmək istəyirəm? Mənim məqsədim nədir? Mən nəyə görə çalışıram? Mən kimə görə çalışıram? Mən hansı töhfəni vermək istəyirəm? Əgər insan onu